Ukraynaya xidmət etmək mənim üçün hər zaman şərəf olub, müstəqillik uğrunda müharibə dövründə isə bu mütləq məsuliyyət deməkdir. Bu sözlər general-mayor Mixailo Drapatının Ukraynanın yeni baş komandanı təyin edilməsindən sonra yaydığı ilk açıqlamada yer alıb. Bu barədə Euromaidan Press nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, onun təyinatı Müdafiə naziri Mixailo Fedorovun istifasına qarşı keçirilən və Aleksandr Sırskinin vəzifədən azad edilməsini dəstəkləyən 6 günlük etiraz aksiyalarından sonra baş tutub. Sırski Sovet hərbi ənənələrinə söykənən idarə etmə tərzinə görə tənqid olunurdu. Mənə göstərilən etimada görə Ukrayna prezidentinə, dəstəyə görə Müdafiə nazirinə və xidmətimin yeni mərhələsinə görə Müdafiə qüvvələrinə təşəkkür edirəm deyə Drapatı yazıb. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskiyə ordunun gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyətinə görə minnətdarlığını bildirib. Mən bu orduda böyümüşəm. Bugün dövlətimizi müdafiə edən insanlara hörmətlə, diqqətlə və böyük məsuliyyətlə çalışacağam. Millətə şöhrət, düşmənlərə ölüm deyə o bildirib. Prezident Volodimir Zelenski Drapatının təyinatını 21 iyulunda elan edib. Bu, Rusiyanın geniş miqyaslı işğalı başlayandan bəri Ukraynanın hərbi rəhbərliyində həyata keçirilən ən böyük dəyişiklik hesab olunur. 43 yaşlı Drapatı etirazçıların ən çox dəstəklədiyi namizəd idi və onun hərbi fəaliyyəti bunun səbəbini izah edir. Drapatının hərbi yolu 72-ci əlahiddə mexanikiləşdirilmiş briqadada başlayıb. 2014-cü ilin mayında Rusiyanın təcavüzünün başlanğıcında o, Mariupolda girovların azad edilməsi əməliyyatı zamanı briqadanın 2-ci batalyonuna komandanlıq edib. Bu barədə RBC Ukrayna məlumat yayıb. Məşhur uçan piyadaların döyüş maşını videosu da məhz həmin döyüş zamanı çəkilib. Videoda döyüş maşını yüksək sürətlə Rusiyapərəst silahlıların qurduğu barrikadanı yararaq onun üzərindən keçir. Həmin hücum əmrini Drapatı döyüş maşınının içərisindən verib. Həmin ilin yayında onun bölməsi Luqansk vilayətinin sərhəd bölgəsində yerləşən İzvarını mühasirəsinə düşüb. Rusiya ərazisindən uzun müddətli artilleriya atəşi altında Drapatı məsuliyyəti öz üzərinə götürərək 260 hərbçini və 30-dan çox texnikanı 160 kilometr məsafə boyunca atəş altında mühasirədən çıxara bilib. Daha sonra o, Avdiivka və Baxmut magistralı istiqamətində 58-ci əlahiddə motoatıcı piyada briqadasına komandanlıq edib. O, həmçinin Milli Müdafiə Universitetinin ən yaxşı məzunu kimi Böyük Britaniya kraliçasının təqdim etdiyi keçici qılıncla təltif olunub. 2022-ci ilin martında Drapatı Cənub əməliyyat qruplaşmasına rəhbərlik edib və bu qruplaşma Rusiya qüvvələrinin Kryvyi Rih istiqamətində irəliləyişini dayandırıb. 2022-ci ilin payızında isə o, Xerson qruplaşmasına komandanlıq edib və Xerson vilayətinin sağ sahilinin azad edilməsi əməliyyatına rəhbərlik edib. 2024-cü ilin mayında Rusiya yeni hücuma başlayarkən, Drapatı Xarkiv əməliyyat taktiki qrupunun komandanı təyin olunub və Vovçansk yaxınlığında yaranmış təhlükənin qarşısını alıb. 2024-cü ilin noyabrında Zelenski onu quru qoşunlarının komandanı təyin edərkən xüsusi olaraq onun xidmətlərini vurğulayıb. Sonradan Birləşmiş Qüvvələrə rəhbərlik etdiyi dövrdə Ukrayna bölmələri, o cümlədən Xartiya briqadası, Kupyansk ətrafında geniş əraziləri geri qaytara biliblər. Drapatı bir dəfə həlak olan hərbçilərə görə məsuliyyəti üzərinə götürərək istifa verib. 2025-ci ilin iyununda Rusiya zərbələri nəticəsində Ukraynanın hərbi təlim mərkəzləri vurulduqdan və müdafiəçilər həlak olduqdan sonra o, quru qoşunlarının komandanı vəzifəsindən istifa ərizəsi təqdim edib. Lakin prezidentlə söhbətdən sonra o, Birləşmiş Qüvvələrin komandanı vəzifəsinə keçirilir.